Bu il qış mövsümünün nisbətən isti keçməsi və varatoz gənəsinin kütləvi şəkildə yayılması Mil Muğan bölgəsində arıçılıq təsərrüfatlarına ciddi zərər vurub. Arıların mövsümdən kənar yumurta qoyması gənələrin də aktivləşməsinə səbəb olub ki, bu da arı balalarının məhv olması və ailələrin zəifləyərək tələf olması ilə nəticələnib. Mövcud vəziyyət Saatlı rayonunda da müşahidə edilir. Arıçılar bildirirlər ki, vəziyyət belə davam etsə, bölgədə arı ailələrinin sayında kəskin azalma qaçılmaz ola bilər. Arıcı Kamil Yusifov deyir ki, arı ailələrində hazırki vəziyyət olduqca ağırdır. 110 ailədən 70'i tələf oldu. 70 ailə. 40 dənə əlimizdə hal-hazırda arı qalıb. O 40 ailənin də vəziyyəti çox kritikdir. 2 ramka, belə 1 ramka, 2 ramka vəziyyətdə qalıblar. Əgər bu ailələr qışı salamat başa vura bilsələr, gələcəkdə arı təsərrüfatını yenidən bərpa etmək mümkün ola bilər deyə arıçı bildirib. Kənənin balaları çıxdı, başladılar yuvadakı arının balalarını yeməyə, şikəst eləməyə, qanadlarını yeməyə başladılar. Oradan çıxan arı nə oldu? Şikəst çıxdı. Mövcud vəziyyətin qarşısını almaq üçün arı ailələrinin izolyasiya olunması, eyni zamanda varatoz gənələrinə qarşı ciddi və vaxtında mübarizə tədbirlərinin görülməsi vacibdir. Yalnız bu halda arılar qış mövsümündən sağlam çıxa bilər. Arı harada bala qoysa, o da orada inkişaf edir. Yəni oradan mənbəydən arının gücünü alır da bu, məhv alır. Çıxanı qənətsiz, görürsən qənətlərini də hətta yeyir. Əvvəl sürfə vəziyyətində yeyir, çıxanda görürsən ki, arı heç bir fəaliyyəti yoxdur. Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə rayonda 1233 arı ailəsi mövcuddur ki, orta hesabla mövsüm vaxtı hər ailədən 15-20 kiloqram bal istehsal olunur. Hazırda arı təsərrüfatlarında yayılan varatoz xəstəliyi ilə bağlı geniş mübarizə tədbirləri davam etdirilir. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Diana Cəlali, Spice Xəbər, Saatlı.